Logos Uşaq İnkişaf Mərkəzi. Övladınızın gizli istedadlarını bizimlə kəşf edəcəksiniz. Mərkəzimizdə uşaq psixoloqları, defektoloq loqopedlər, psixopedaqoqlar fəaliyyət göstərir. Down, autizm sindromlu və serebral iflicili uşaqlarla məşğələlər aparılır. Həmçinin məktəbə mükəmməl hazırlıq, təbii yaddaş gücləndirmə aparatı Play Attention, müalicəvi idman və masaj xidmətləri var. Ünvan Nərimanov rayonu Qarabağ küçəsi 71A. Telefon 050 244 46 48. Sabahınız xeyirli olsun, hörmətli tamaşaçılarımız. Hər birinizi yeni iş həftəsinə salamlayıram. Hər birinizə xoş gün arzusu ilə proqramımıza başlayıram. Və sağlıqlanın bu saat olan buraxılışında biz uşaqlarda zəka səviyyəsinin yoxlanılması haqqında danışacağıq. Əziz valideynlər, ekranlara yaxın əyləşin. Çünki maraqlı bir şeydir, yeni bir şeydir deyərdim. Və uşaqlarınızın zəka səviyyəsini necə yoxlamaq olar? Bax, bu haqda bugün siz məlumat əldə edəcəksiniz. Və studiyamızın qonaqlarımız Logos Uşaq İnkişaf Mərkəzinin baş psixoloqu Anara Baxşaliyeva və psixoloq Gülnarə Qədirovadır. Xoş gəldiniz. Hər birinizi salamlayıram və sizə də yeni iş həftəsində uğurlar arzu edirəm və başlayaq. Anar xanım, ilk sualım sizə olacaq ki, uşaqlarda ümumiyyətlə zəka səviyyəsinin yoxlanılması necə aparılır və ümumiyyətlə lazımdırmı, zəka səviyyəsi yoxlanılmalıdırmı məktəbə qədər dövrdə? Çünki artıq məktəbə gedəndən sonra yəqin ki, zəka səviyyəsinin belə deyək də elə səviyyədə olmalıdır ki, məktəb proqramını qavraya bilsinlər. Buyurun. Əslində, belə deyək də, məktəbə qədər dövrdəki bu proseslərin öyrənilməsi çox vacibdir. Nəyə görə? Çünki valideynlər bəzən uşaqlarını birinci sinifə göndərəndən sonra artıq bir müddətdən sonra uşaqlarla məktəbdə, yəni proqramına ayaqlaşmama gedir. Uşaq artıq dərslərindən imtina edir və yaxud da dərslərini qavraya bilmir, çətinlik çəkir. Buna görə də valideynlər daha çox narahat olurlar və problemin kökünün nədən qaynaqlandığını tam olaraq bilmirlər. Ancaq məktəbdən öncəki dönəmdə əgər valideynlər uşaqlarında zəka səviyyəsi müəyyənləşdirməsi ilə bağlı testlər aparsa və bilirsiniz ki, bu testlər xüsusi, belə deyək də, xüsusi proqramlar əsasında qurulur və dünya səviyyəsində tətbiq olunan bir testlərdir və burada uşaqların zəka səviyyəsində hansı bölümündə zəiflik olduğu göstərilir. Çünki bilirik ki, zəka özü nədir? Anlama, qavrama, mühakimə, yürütmə, eyniləşdirmə, yəni bir çox prosesləri özündə cəmləşdirir və valideyn uşağının hansı nöqtəsinin zəif olduğunu biləndən sonra və üzərində işlər apardıqca bunu tam olaraq bağlaya bilər. Məsələn, uşağın əgər diqqətində əksiklik varsa və təbii ki, uşaq dərsə gedəcək və müəllimənin dediyi, ona izah etdiyi dərsləri tam olaraq götürməyəcək. Yəni, burada qavramanın zəif olduğundan yox, diqqətin dağınıq olduğundan məsələ budur. Və buna görə də yəni, valideyn daha çox uşağın üstünə düşür, daha çox əzbərlətdirir, daha çox vaxt ayırır ki, uşaq dərsi anlasın. Ancaq səbəb sadəcə diqqət əksikliyidir məsələn və yaxud da digər bir bölmələri. Buna görə də valideynlə uşaq arasında düzgün kontakt alınmır. Həm uşağın da təbii ki, bilirsiniz ki, heç bir uşaqlar, yəni belə deyək də, sevə-sevə və yaxud da böyük bir canbaşla, yəni çoxlu dərs oxumaq istəmir. Çünki ilk dönəmdə uşaqlarda oyun tələbatı getdiyindən uşaqlar daha çox oyuna üstünlük verməyə xoşlayır və bu zaman uşaqlar məktəbdən geri çəkilir, qaçır. Məktəb fobiyaları dediyimiz problemlərin onsuz çoxu da elə bu dönəmdə yaranır. Məktəbdə, yəni xoşa gəlməyən ab-hava, müəllimi və yaxud da valideynin baskısı uşaqlarda məktəbdən imtinaya gətirib çıxardır. Baxın, sadəcə bir dənə zəka prosesinin ölçülməməsi və düzgün nəticəni çıxartması hansı kimi problemlərə gətirib çıxarda bilir. Ona görə də məktəbə qədərki dövrdə məktəbə hazırlıq səviyyəsini müəyyən etmək üçün mütləq testlər aparılmalıdır. Mən bunu xüsusi vurğulamaq istəyirəm ki, bizim mərkəz yeni olaraq dünyanın 40-dan artıq çox ölkəsində tətbiq olunan test toplusunu, yəni təlimini keçib gəlib bizim mütəxəssislər xaricdə. Buna görə bütün bu testlər bizim mərkəzdə var və məsələn adını çəkə bilərəm ki, məktəbə qədərki dövrdə Metropolitan testi var ki, uşaqların məktəbə hazırlıq səviyyəsini tam olaraq 99% düzgün nəticələrlə yoxlayırıq biz. Yoxlayıb və harda əksikliklər, boşluqlar var, onu valideyni bildiyirik. Valideyn qısa müddət ərzində bunun üzərində işləyir və problemi aradan qaldırır. Əslində doğrudan da bax, məktəbə qədər yaş dövründə uşaqların bu cür yoxlanılması və hazırlanması, çünki əgər zəka səviyyəsində bir gerilik deyil də, sadəcə dediyiniz kimi boşluqlar varsa, o aradan qaldırılarsa, valideynlər artıq məktəbə gedəndə uşaqlarla əziyyət çəkməz. Və mənim elə sualım Gülnarə xanım olacaq ki, Gülnarə xanım, bax, istər məktəbə qədər yaş dövrü olsun, istər məktəb yaşında, ilk məktəb zamanlarında, belə deyək, valideynlər daha çox hansı şikayətlərlə sizə müraciət edirlər? Чаще всего дети бывают не готовы к школьному обучению. Готовность к школьному обучению, она определяется не только сформированностью психической, да, но и социальной,
То есть ребенок должен уметь общаться с другими детьми, и физиологической в том числе, и эмоциональной. Ребенок должен не только понимать обращенные к нему инструкции педагога, но быть достаточно самостоятельным, да? Быть выносливым. Это определяется его индивидуальными особенностями развития, связанными как с возрастом, так и с тем, что ребенок, может быть, перенес какие-то болезни, да, ранее очень часто. То есть ребенка нужно в комплексе рассматривать. То есть очень часто какие-то трудности в развитии ребенка помогает определить специалист. Я бы предложила родителям быть внимательнее к своим детям и не игнорировать то, что им кажется беспокоящим фактором в развитии их детей. И для того, чтобы получить более профессиональную консультацию, все-таки не оставлять на потом, да? Не думать о том, что это пройдет само по себе, а все-таки получить квалифицированную помощь психологов, или других специалистов, да, которые направят. Aydındır və Anar xanım buyurun. Yəni Günər xanımın sözünə belə deyək, qoşuyorum. Bu valideynlər ümumiyyətlə bizimlə işbirliyi çox önəmlidir. Nəyə görə? Yəni uşaqların sadəcə olaraq bəzən baxın, uşaqların zəka səviyyəsini ölçürük və onlarda 100 çıxa bilər. Yəni hansı testin maksimal həddi çıxa bilər. Ancaq yenə də məktəbdə olan anlaşılmamazlıq yenə də valideynlərin beynində sual yaradır. Axı mənim uşağımın zəkası yaxşı idi. Burada isə valideynlərlə sırf olaraq ünsiyyətinə və uşaqla valideyn arasındakı kontakt çox önəmlidir. Uşaq özünü rahat hiss etməsi, uşağın belə deyək, motivasiya yüksək olması, uşağın yəni diqqət mərkəzində olduğunu hiss eləməsi çox vacibdir. Uşağın özgüvəni yüksək olması çox belə deyək də, bu bəzən zəka problemlərini də önləyir. Məsələn, gəlin biz uşaq deməyək, mən bir balaca kənara çıxıram. Məsələn, abituriyentlər. Abituriyentlər sınaqlarda 600 və üzəri bal toplaya bilər, ancaq gedib imtahanda çox aşağı bal toplaya bilər. Bu nədən qaynaqlanır? Burada birinci növbədə yəni zəka səviyyəsi deyil, stres faktoru ortaya girir. Təbii ki, bu böyüklər. Uşaqlarda da eyni şəkildə olur. Yəni, paralelində uşağın özgüvənin əksik olması və yaxud da valideyn ona diqqət yetirməməsi və yaxud da valideyn-uşaq münasibətlərindəki zəiflik gətirir eyni zamanda uşaqların dərslərdəki problemlərinə gətirib çıxardır. Buna görə də yəni, biz adi zəka səviyyəsini müəyyənləşdirəndə sadəcə orada uşağın yəni, intellekt səviyyəsini deyil, yəni sözəl və yaxud da ümumiyyətlə qavraması, təkcə riyazi bacarıqlar deyil, eyni zamanda uşağın özünü ifadəsini də ölçürük və kompleks iş zamanı ortaya çox gözəl nəticələr çıxır. Aydındır. Ümumiyyətlə bizdə belə deyək, heç böyüklərdə çox da inkişaf etmir ki, bu tendensiya psixoloqa getmək. Amma uşaqlar məsələn bir psixoloqa gəldikdə psixoloq onunla yəni nə kimi söhbətlər aparır, yəni onları necə ələ alır belə deyim. Çünki bilirik ki, o yaş dövründə heç valideynlər uşaqları ilə yəni yaxşı ünsiyyət qura bilmirlər. Onlar valideynlərini yəni eşitmirlər. Bəs psixoloq yəni necə, onlar necə edə bilirlər bunu? Mən belə bir şey deyim, yəqin ki, indi biz ümumiyyətlə mərkəzimizdə tələbələrə dərslər də keçirir. Yəqin tələbələrim də bilir. Mən hər zaman belə qızıl qaydam var. Ümumiyyətlə, uşaq psixologiyası bərabərdir oyuna. Biz uşaqları sadəcə ilk öncə oyunlar vasitəsilə ələ ala bilərik. Yəni, onlar hər zaman valideynlərə də izah eləyəndə, konsultasiyalarda bildirirəm ki, yəni, biz böyüklər kimi deyilik. Uşaq gəlsin, nə problemi var, dərdim var, belə bir şey yoxdur. Biz birinci növbədə oyun terapiyası vasitəsilə uşaqları özümüzə bağlayırıq. Və bundan sonra yavaş-yavaş onun probleminin harada qaynaqlandığını etap-etap tapırıq. Məsələn, bir çox terapiya növləri var. Oyun terapiyası, dram terapiyası, kukla terapiya. Adı bunları tətbiq etdikcə uşaqların ailədə, sosial mühitdə, bağçada, məktəbdə və digər yəni onun belə deyək də ünsiyyətdə olduğu hansı əhatə sahəsində problemlər varsa o birbaşa şəkildə özünü biruzə verir. Yavaş-yavaş da onlar nəticəsində biz konsultasiyalarımızı aparırıq. Əslində belə deyək də, valideynlərin eləmədiyini, eləmək istəmədiyini siz edirsiniz. Bütün sir bundadır. İndi valideynlərimiz bizi eşidirlər, belə olmalıdır əslində. Amma gəlin bu zəka səviyyəsinin yoxlanılmasına yəni bir daha keçək. Çünki necə edirsiniz? Yəni orada xüsusi testlər var. Biraz bizə izah baxın, biraz öncə qeyd etdiyim kimi dünyanın 40-dan ölkəsində, yəni Avropa ölkələrinin çoxunda eyni zamanda da yəni məsələn qonşu ölkələrdə, Türkiyədə, Rusiyada yəni xüsusi testlər var ki, psixoloji testlər var ki, bunlar hamısı belə deyək də testdən keçirilib, eksperimental tədqiqatlardan keçirilib və öz təsdiqini tapıb. Bu testlərdə yəni 17 ədəd test var ki, xüsusi testlərdir. Bunlardan 9-u sırf zəka səviyyəsini ölçmək üçün, 8-i isə sırf psixoloji səviyyəni müəyyənləşdirib və korreksiya edici, yəni proyektiv testlərdir. Bu testlər bizim mərkəzdə bəli mütəxəssislər artıq bunun təhsilini alıb, diplomunu belə deyə alıb və artıq biz bunu tətbiq etməyə başlamışıq. Bunlar bir neçəsi məsələn Wexlerdir, Metropolitandır, Binedir, yəni saya bilərik ardıcılıqla. Bunlar uşaqların
zəka səviyyələrini müəyyənləşdirir. Təbii ki, yaşına uyğun olaraq. Bir də bizim xüsusi testimiz var, bu special testdir, yəni bizə məxsusdur. Yəni Azərbaycanda belə bir test yoxdur. Çünki nəyə görə? Mütəxəssislər toplanıb və bu testlərin içindən belə deyək də kompleks bir test tərtib edib ki, yəni ta aşağı yaşlardan 18-19 yaşına kimi, yəni artıq gənclik yaş dövrünə kimi uşaqların zəka səviyyəsini müəyyən edə bilərik. Yenə də vurğulayıram, bu valideynlər üçün vacibdir, əgər sualı versəz, mənə görə bəli vacibdir. Nəyə görə? Hər bir valideyn öz uşağının hansı yaş səviyyəsində olduğunu mütləq bilməlidir. Baxın, bəzən elə olur ki, uşağın psixoloji yaşı, yəni o xronoloji yaş deyək də, daha doğrusu, uşağın ümumiyyətlə psixoloji yaşına uyğun gəlmir. Məsələn, uşaq 8 və ya 9 yaşında da özünü aşağı yaş səviyyəsinə kimi aparır. Yəni, burada emosional boşluqlar da ola bilər. Uşağın zəka səviyyəsini ölçülür, zəka səviyyəsi tam olaraq yaşına uyğundur, ancaq davranışları öz yaşına uyğun deyil. Bu zaman artıq yəni biz psixoloji testlərdən istifadə edirik ki, emosional yaşın aşağı olması nədir? Çünki çox belə bir uyğunsuzluq var. Uşağın emosional yaşı nə qədər arada boşluq olduqca, o boşluq get-gedə yaş artdıqca daha çox böyüyür. Məsələn, bugün bir valideyn üçün 8 yaşında uşağının özünü 4 yaşında uşaq kimi aparması çox da anormal gəlməyə bilər. Çünki cəmiyyət olaraq uşaqdır, eybi yox, böyüyəndə keçər ifadəsi çox işlədirik. Ancaq bu uşağın o 4 illik ləngiməsi yaş artdıqca yəni daha da artır, irəliləmir. 15 yaşında artıq uşağın özünü 6 yaşlı uşaq kimi aparması artıq cəmiyyət şəklinə qəbul olunmaz bir, yəni qəbul olunmur. Çünki artıq qıraqdan da düzgün baxmırlar. Yəni bilirsiniz ki, bizdə hələ ki cəmiyyət tam olaraq buna adaptasiya olmayıb deyə hiss elətdirirlər fərqliliyini bir uşağın və yaxud da bir insanın. Ona görə də valideynlər tam zamanında, yəni testlər tətbiq olunma yaşı 3 yaşdan başlayır. 3 yaşdan 4, 5, yəni fərqi yoxdur ya, yəni hansı nə vaxt istədilər, amma mütləq tətbiq eləsinlər və uşağının psixoloji yoxsa zəka səviyyəsinə boşluqları, ləngimələri müəyyən etsinlər və mütləq işləsinlər. Yəni işləməsələr, iş aparmasalar, bununla mütəxəssis köməyindən istifadə etməsələr, çox böyük problemlər qarşılaşa bilərlər. Günara xanım, ümumiyyətlə uşaqlarla çalışarkən valideynlər sizə müraciət etdikdə siz yəqin ki, valideynlərlə də çalışırsınız. Onlara da hər hansısa bir belə deyə də məsləhətlər və ya onlar uşaqlarına necə davranmalıdır, bunu onlara bildirirsiniz. Обязательно. Это основная часть работы, потому что большую часть времени все-таки родители проводят с детьми. И они формируют, не понимая сами того, многие комплексы, многие трудности. И работа психолога, да, на своем месте. Мы бесспорно делаем немаловажный труд. Но тем не менее, если эти все усилия будут сведены на нет, если то же самое будет продолжать делать дома родитель, что делал до того, и это привело к таким трудностям, да, поэтому мы ведем психопрофилактическую работу, да, с родителями, то есть просвещая их об элементарных азах воспитания. То есть иногда решение, оно достаточно на поверхности. То есть пускай родители не пугают какие-то трудности. Это элементарные вещи, которые может применить каждый родитель на практике. Просто ему не хватает либо времени, либо информации, да, либо просто он не знает, каким образом добыть эту информацию, и обращение к психологу, конечно, вот играет, конечно, большую роль в этом вопросе. Bəli, yəni mən daha onun qüvvət, yəni valideynlərlə iş çox önəmlidir. Baxın, biz konsultasiyalarımız 45 və yaxud da 1 saat arası olur, yəni maksimal səviyyədə və biz yəni uşaqlarla həftədə 2 və yaxud da 3 dəfə maksimum görüşürük və bunun sayəsində valideynlərə məlumat verir. Amma bir valideyn 24 saat uşağının yanındadır və o mütləq vacib olan nüansları bilməlidir ki, uşağı ilə necə davransın. Yəni, sadəcə bizim işimiz yox. Onsuz da biz birinci konsultasiyada bildiririk. İlkin diaqnostik, biz yəni konsultasiya eləyirik, biz sadəcə uşağa 30% veririk. Qalan 70% valideynin boynuna düşür. Valideynlər ilk öncə belə deyək də, narahat olurlar, bu necə olacaq, amma biz mütləq onları yönləndiririk. Yönləndirməliyik ki, yəni birinci növbədə bu bir peşəkarlıqdır, xəstəni və yaxud da pasiyenti və yaxud da ümumiyyətlə uşaqları deyim də, özündən asılı salmamaq. Yəni, bu bir mütəxəssisin əslində qeyri-peşəkar bir haldır ki, uzun müddətli bir uşaqla işləsin. Yəni, düzgün deyil. Biz onunla işləyib nəticə alandan sonra buna perinos deyilir psixologiyada. Biz ötürürük işimizi valideynə. Valideynləri kifayət qədər bu sahədə maarifləndiririk ki, yəni, istədiyi vaxt uşağının bir növ psixoloquna çevirsin. İnanın, bəzi valideynlər hətta özləri başlayırlar konsultasiyalardan sonra başqa valideynlərə məsləhətlər verməyə ki, bu da bizim yəni onlara verdiyimiz məlumatlardan. Çünki Günara xanım düz vurğuladı. Onlar məlumat az ola bilər. Onlar bu işin içində olmaya bilərlər, müxtəlif peşə sahələrinə mənsubdular, belə deyək də. Ancaq yəni, heç kəs instinktiv olaraq valideyn də doğulmur, bu yavaş-yavaş formalaşır və bizim peşəkarca yönləndirmələrimizdən valideynlər daha çox öz uşaqlarına məlumatlanmağa, boşluqları tapmağa və onların üzərində işləməyə başlayır. Я бы хотела добавить очень важную вещь, да? Очень часто встречаются такие шаблоны в речи родителей,
что они говорят, что мы потеряли свое время, мы потратили свое время. То есть я хочу немножко изменить, то есть установку родителей, когда они говорят такими шаблонными фразами. Они не теряют время, они вкладывают, и это окупится со временем тем, что